Bugünkü mövzumuz Avstraliya materikidir. Avstraliya materiki cənub və şərq yarımkürəsində yerləşən, sahəsinə görə ən kiçik və ən quraq materik hesab edilir. Materikin ən ucqar şimal nöqtəsi York burnu tropik işıqlanma qurşağında, qərb, şərq və cənub ucqar nöqtələri isə mülayim işıqlanma qurşağında yerləşir. Çünki Avstraliya materikinin mərkəzi hissəsindən cənub tropik xətti keçir və materiki iki işıqlanma qurşağına və iki hissəyə bölür. Həmçinin tropik işıqlanma qurşağında biz Böyük Qumlu səhranı, Carpentaria ovalığını, Buckley platosunu deyə bilərik. Ən çökək yerləri Erie gölü -16 metr, ən yüksək dağları isə Böyük su ayırıcı dağlardır. Böyük su ayırıcı dağların meridional istiqamətdə uzanır və Böyük su ayırıcı dağların ən hündür zirvəsi Kastuşka zirvəsi 2228 metr təşkil edir və Kastuşka zirvəsi və ən çökək yeri olan Erie gölü mülayim işıqlanma qurşağında yerləşir. Həmçinin Böyük Viktoriya səhrası, Nullarbor düzənliyi mülayim işıqlanma qurşağının ərazisinə düşür. Mərkəzi hissələrində və qərb hissəsi əsasən arid denudasyon relyef və eol relyef formaları ilə zəngindir. Qərb hissəsində Qərbi Avstraliya yaylasını, həmçinin Hamesli dağlarını, mərkəzi hissədə isə Uluri massivini deyə bilərik ki, Uluri massivi qırmızı qumlarla örtülmüş relyef formalarından biri hesab edilir. Materikin tektonik xəritə sxeminə baxsaq, qərb hissə və şimal hissə, xüsusilə də Arnhem Land yarımadası, həmçinin Qərbi Avstraliya və Cənub-Qərb ucqarları qədim platforma zonasıdır və filiz faydalı qazıntılarla zəngin bölgələrdir. Burada dəmir filizi, cənub hissədə qızılı göstərib, həmçinin mis işarəsində burada mis faydalı qazıntının işarəsini də göstərib. Ən qədim qırışıq zonası isə Erie gölünün şərq hissələri hesab edilir. Erie gölünün şərq hissələri ən qədim qırışıq zonası. Qədim qırışıq zonasına isə Avstraliyanın şərq hissəsi aiddir. Yəni Böyük su ayırıcı dağlar qədim qırışıq zonasına aiddir. Həmçinin Böyük su ayırıcı dağlar daş kömür faydalı qazıntısı ilə zəngin ərazilərdən hesab edilir. Avstraliya region olaraq 3 regiona bölünür. Qərbi, mərkəzi və şərqi Avstraliya. Dediyimiz kimi fikir versək, burada Arnhem Land yarımadası mərkəzi Avstraliyaya aiddir. Cape York yarımadası isə şərqi Avstraliyaya, həmçinin mərkəzi ovalıq şərqi Avstraliyaya, Böyük su ayırıcı dağlar və Tasmaniya adası şərqi Avstraliya regionuna aiddir. Mərkəzi Avstraliya regionuna Erie gölü, Böyük Qumlu səhranın bir hissəsi və ən əsas da Buckley platosu mərkəzi Avstraliyaya aiddir. Qərbi və mərkəzi Avstraliyanın sərhədində Nullarbor düzənliyi, həmçinin Böyük Viktoriya səhrası yerləşir. Qərbi Avstraliyaya biz Hamesli dağlarını və Hibson səhrasını deyə bilərik. Qərbi Avstraliyaya aiddir. Mərkəzi Avstraliyaya isə Simpson səhrasını və Macdonell dağlarını mərkəzi Avstraliya ərazisinə deyə bilərik. Burada müzakirə edin bölməsində də suallar verilib. Litosfer tavasının sərhədi materikin sahil xəttinə uyğun gəlirmi? Yox, çünki Avstraliya materiki platforma zonasında yerləşir və litosfer tavalarının sərhədindən uzaqlardadır və tavalarının mərkəzi hissələrinə uyğun gəlir. Hansı hissəsində materikin litosfer tavalarının sərhədinə daha yaxın yerləşir? Əlbəttə ki, şimal hissə. Burada da şimal hissəsində İndoneziyaya məxsus olan vulkanları göstərir. Burada Slamet vulkanının adını və Agung vulkanının adını yazıb. Onlar, yəni şimal hissəsi daha yaxındır litosfer tavalarının sərhədinə. Avstraliyada fəal vulkanların və zəlzələ ocaqlarının olmamasını necə izah edə bilərsiniz? Platforma zonasında yerləşməsidir və xüsusilə də dedik ki, materikin əksər hissəsi, mərkəz və qərb hissəsi qədim platforma zonasında yerləşir.